Salamlar millət, Abbas Sədədiyə xoş gəlmişsiniz. Yeni videomuzdan sizi salamlayıram. Ətrafın birindən fasondan göründüyü kimi Azərbaycana gəlmişəm, Bakıdayım hal-hazırda və birazdan arkada gördüyünüz bu Volkswagen ID.4 Prime versiya ilə Astaraya qədər gedəcəyik. Buradan Astaraya 270 km məsafədir. Avtomobillarda 100% zaretka ilə ortalama bir 300 neçə kilometr göstərir. Görək buradan bir, Astaraya gedib çata biləcəyimi? 2, elektrikli avtomobillərdə uzaq yollarda necə effektlidir? Yəni bunda artıq bir testini etmiş olacaq. Volkswagen ID.4 Prime versiyası, yəni ID.4'lərin içində olan ən ideal versiyalardan biridir. Biz 3 nəfər yola çıxırıq bugün. Elektron monitor, multimedia sistemi, əyləci bir dəfə basdıqdan sonra oturacaq başladı hərəkət eləməyə. Mənə uyğun bir pozisiya aldı. Mən hal-hazırda güzgüləri bir balaca səliqəyə salıb sonra artıq özümə uyğun hər şey tərcih etdikdən sonra yola çıxacağam. Yolda da başıma nə gəlsə göstərəcəm. Hal-hazırda bizdə 98% zaretka ilə 307 km göstərir. Astaraya isə məsafə 270 km-dir. Deməli, Azərbaycanda maraqlı bir situasiya çıxıb qabağıma. Əslində əvvəllər də bu hiss edirdim. Prosta ki, Azərbaycanın sürüşü ilə bu o qədər də hiss eləmək mümkün olmurdu. Deməli, Astara yolunda 3 palasa yoldur. Mən deməli, indi sağı götürüb gedirəm də. Bir də baxıram ki, bütün amma mini avtomobilləri ya orta palasada, ya da ki, sol palasada. Misal üçün, indi buranı bir dəfə də göstər. Sağda olan bir dənə mənəm. Düzdür, indi burada restoranın yanında indi insan başı düşə bilər ki, çıxış olar, birdən zad indi gəldin, deyək ki, bu tərəfdə saxladın. Amma reallıq odur ki, mən sağ palasada məsələn bir ayaqdan 110 ilə gəlirəm. Halbuki bölümdəkilər 110 ilə gəlib onları keçə-keçə gedirəm. Hiss olunur ki, 90-100 ilə sürürlər. İndi misal üçün bu tip yollarda paradoks nədir? Polis məni saxlayacaq, deyəcək sən sağdan niyə avqom eləyirsən? Görək saxlayacaq ya yox. İndi onun bir dəqiqə müşahidəsindəyim. Görüm saxlayıb ilişəcək yoxsa ilişməyəcək. İlişməsə lap yaxşı, ilişsə də problem yoxdur. Bu arada zaretkamızda sürə-sürə özünü tamamlayırsan ki. Sürüş modundan indi asılı olaraq hal-hazırda misal üçün 304 mi göstərirdi, qalxdı 312-yə, indi 299 göstərir. Yəni belə nəticə açıq o qədər də pis deyil, deyərdim. Davam eləyək, görək. Mən bunu nəzərdə tuturam. Yolu bir dənə çək göstər. Yük maşınları daxil, hamı soldan sürür. Yəni elə bil ki, sağ bir zolaq deyil də. Bax, bu sələ sağa çıxmaq istəyir. Nəyə çıxırdı bilinmirdi. Gördü məni dayandı. Yəni üçüncü zolaq, bu zolaq elə ki yoxdur. Mənim sürdüyüm zolaq bu dəqiqə mənə xidmət edir. Hamı iki zolaqla sürür. Səbəb heç kimə məlum deyil. Demək millət, Bakı-Astara yolunun demək olar ki, orta yollarından biri olan, öncəki adı Hacıoğlu idi, İngilizcə adını səhv eləmirəmsə dəyişiblər. Birazdan yanına keçəndə baxaram, olmasa da yəni bilmirəm hal-hazırda adını. Nəticə etibarilə Hacıoğlu'nu olsa hamı tanıyır. Bura həm istirahət mərkəzidir, tualetlər buradadır misal üçün. Biz ID.4 ilə, Prime ilə yolun yarısını bura qədər qət etdik. Hələ də 260 km məsafəmiz qalıb açığı. Düşündüyüm plan hal-hazırda odur ki, ümumiyyətlə Astaraya qədər hər hansı bir şarj stansiyasına dayanmayacağam, şarj da vurmayacağım. Sadəcə bir dənə maraqlıdır ki, məndə şarj stansiyası ümumiyyətlə burada varmı, yoxmu? Ona baxacağım. Varsa çox gözəl lüksdür. Yəni elektrikli avtomobillərin Azərbaycanda da artması üçün müsbətlərdən biridir. Səhv xatırlamıramsa, Quba yolunda da olmalıdır. Digər istiqamətlərdə varsa, əgər sizin də bu tip təcrübəniz varsa, şərh bölməsində bildirməyi unutmayın. Biz Astaraya doğru yola düşək yenidən. Bu arada Hacıoğlu'nda şey yox imiş, onu nəzərinizə çatdırım, yəni elektrikli avtomobillə bu yolu gələnlərə nəzərinizə çatdırım. Hacıoğlu'da hər hansı bir elektrik şəbəkəni taxmaq üçün şəbəkə tapa bilmədim. Lukoil'un ətrafında da baxdım, orada da yox idi. Ən yaxın bir tık əvvəldə bir Aspetrol var idi, onun içində var idi. Bir də ondan əvvəldə bir yer var idi, adını tam olaraq bilmədim. Onun içində bir şarj stansiyası var idi. Mən hal-hazırda bizim istifadə elədiyimiz Volkswagen ID.4 Prime versiyasındakı aktual vəziyyəti göstərirəm. 61% zaretkamız qalıb 210 km-də sürə bilirik. Avtopilot qoşmuşam, belə deyək.
adaptiv cruise kontrolla 113'ü taxıb getmişəm, yəni hal-hazırda gedirik. Orta sürətdəki, belə deyək, öndəki avtomobilin sürətindən asılı olaraq 108, 110, qarşımızda avtomobil yoxdursa elə 113'ün özü ilə gedirik. Kontrol eləyir, belə bu yaşılı bilməm görürsünüz, öndəki maşının məsafəsini təyin edib, ona uyğun sürəti azaldır. İndi ötmə əməliyyatına keçək. Ötmə əməliyyatına keçəndə qarşımızdakı avtomobillə məsafə normaldırsa, sürəti təbii ki, yenə 113'ə qədər qaldıracaq. Ağıllı, sakin sürüyor. Belə agresiv bir sürüş sürmürük ki, həm zaretkamız getməsin. Burada deməli yol üstü deyə bir yer var, Hacıoğlunu keçəndən sonra. Burada elektrik yükləmə məntəqəsi səhv edilməmsə var. Orada ev və enerji stansiyası deyə bir yer var. Amma biz yenə danışdığımız kimi Astraya qədər şarj eləməyəcəyik. Görək necə bir effekt alırıq. Nəhayət ki, təxmin elədiyimiz kimi polis də saxladı bizi artıq ki. Salam, hər vaxtınız. Salam, hər Bayramınız mübarək olsun. Bayram. Sənədlərinizi təqdim edeyim. Pasport. Öz adları. Hey. Vətəndaşlığınız aradınız. Azərbaycan. Nə vaxtı, neçə müddətdir bu sözlüyü vəzifəsini idarə edirsiniz? 2 il. 2 ildir. Siz milli sürücülük vəzifəsini almamısınız? Mən milli sürücü vəzifəsini alıb orada dəyişmişəm. Alıb təzə dəyişmisiniz? Ya, amma Azərbaycan sürücülük vəzifəm var. Yəni sistemdə çox güman ki görsənir. Şəkli var? Köhnənin. Xeyr, çox təəssüf. Gedə bilərsiniz. Çox sağ olun, təşəkkürlər. Belə. Sənəd yoxladılar. Yəni həyatımda ilk dəfə sənəd yoxlamağına qurtarıram. Alman sürücülük vəsiqəsini soruşdu, nə vaxtdan sürürsən? İlk dəfə də onu almısanmı, yoxsa var idimi? Dedim, sistemdə hər halda ki var. Vursan çıxıb görsənəcək. Bilmirəm də vurdu ya yox. Hə, vurdu bu arada. Dedi ki, hə var. Sonra yola verdi, getdim. Yəni, belə. Bu da bizim masallı postu xatirəmiz. Deməli, ilk bildirimim gəldi bu müddət ərzində. Maşın deyir ki, bəs 20%-ə düşmüşük, sən nəzərə al da məni. Maşını zaretkaya qoy. Mən qoya bilmirəm hal-hazırda. Çünki bir dənə də harda gördüm, ortalama Cəlilabad masallı ətrafında şey gördüm. Yenə şarj stansiyası balaca. Oradan amma yenə qoymayıb, totemimizi pozmayıb, Astaraya qədər 100% zaretka ilə gedirik. Hal-hazırda 110 stabil sürətlə 18%, 48 kilometrdə məsafəmiz göstərir hələ sürmək üçün. Astaraya da çatmağa açığı belə bir şey qalmayıb. 20 kilometr falan qalıb ortalama. Amma ən darıxdırıcı bir nədir? O qədər sür, amma ki 110-dan o tərəfə sürə bilmədə. Sürsən zaretkan qutaracaq. Əziz Abazada TV izləyiciləri, nəhayət ki buradan da gördüyünüz qədəri ilə Astaraya artıq çatdıq. Astaraya çatanda 12% zaretkamız qalıb. 32 kilometr ehtiyat. Dediyim kimi, ən böyük problem hal-hazırda bir oydu ki, 110-dan o tərəfə avtomobili sürməmişəm. Daha doğrusu sürə bilməmişəm. Əgər mən 110-dan yuxarı avtomobili idarə eləsəydim, mən bura gəlib bu zaretkana çata bilməyəcəkdim. İkinci ehtimal belə eləmək olardı. O yol üstü dediyimiz restoranda avtomobili misal üçün bir saxlayıb, bir 10-15 dəqiqə 100-ə qədər çatdırıb, sonra bir dəfə də basıb yaxşı sürmək olardı. 150-160 sürmək istəyirsinizsə əgər. Amma tam qaydalara əsasən sürsəm belə, yenə onsuz da şeydə saxladılar məni, masallı postunda. Bu arada Astarada maraqlı bir hadisə görürəm. Deməli, Astaranın gəzilib görüləsi bir neçə yerlərində var, hansı ki ən məşhuru da Sım kəndidir. Hansı ki içində Sım şəlaləsi var. Onun plakatlarının üzərində burada yazılıb artıq qoyulub. Yəni getmək istəyənlər hansı istiqamətə gedə bilər. Doğulub boya başa çatdığım Astara rayonudur. İndi sual odur ki, bəs Astaraya gəldin, çatdın, burada nətər qayıdacaqsan? Bizim evdə bu arada indiyənə qədər istifadə olunmasa da ilk dəfə istifadə edəcəyimiz bir məntəqə var. Yəni özümüz hazırlatdırıb qoymuşuq onu ki, elektrikli avtomobilimiz nə zamansa olsa, bizim elektrikli avtomobilimiz bu arada yoxdur. Onu qoydurmuşduq ki, ya elektrikli avtomobillə bəlkə kimsə gələr, taxmağa yer olsun. Zazemleni elətdirib hamısını həll eləmişdik.
İndi də belə oldu ki, ilk dəfədir mən istifadə edəcəm oranı. Gedib taxıb səhərə qədər yüzləyib, sonra da inşallah bir gün sonra yenidən Bakıya qayıdacağam. Belə dostlar, siz kanala abunə olub videoları bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik. Əgər yeni video ideyaları varsa danışdığımız kimi təkrar şərh bölmələrində bunlar haqqında zəhmət olmasa fikirlərinizi bildirərsiniz. Görüşərik, özünüzə yaxşı baxın.